Dəniz və hovuzlardan keçə bilən ən zərərli infeksiyalar hansılardır? Ayaqyalın gəzir çox adam. Bunlar bizim üçün ciddi infeksion xəstəliyi yoluxma səbəbləridir. Qadınların, xüsusilə də hamilə qadınların hovuzdan çox dənizi tövsiyə edirəm. Hovuzdan yoluxa biləcəyimiz infeksion xəstəliklər dənizdən yoluxa biləcəyimizdən daha çoxdur. Həm zehir qapa bilərik, həm göbələk və digər dəri xəstəliklərinə yoluxma ehtimalımız yaranır. Hovuzlardan istifadə edərkən gigiyenik qaydalara necə riayət edək? Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bizim bucaqdasınız. Bizim bucaqda bu dəfə yayın ən sevimli əyləncəsi olan dəniz və hovuzlarda və orada yaranan infeksiyalardan danışırıq. Bu infeksiyalardan necə qorunmalıyıq? Elə bu suallara həkim infeksionist Vüsalə Yaşarla cavab axtarırıq. Xoş gördük sizi Vüsalə xanım. Xoş gördük. Ümumiyyətlə, belə deyək, özəlliklə deyə bilmərik ki, yay aylarında infeksiyalar artır. Əslində, qışın da qışa spesifik infeksiyaları var, hətta daha çoxdur. Yayda sadəcə qida zəhərlənmələri, hovuza bağlı olan infeksiyalar, bunların da görülmə sıxlığı, mədə-bağırsaq infeksiyaları və s. görülmə sıxlığı qışdakına nisbətən çoxdur. Amma həmən-həmən biz ilin hər fəslində infeksion xəstəlik görürük, təəssüf ki. Dəniz və hovuzlardan keçə bilən ən zərərli infeksiyalar hansılardır? Dəniz və hovuz deyəndə eyni şeyi, eyni nəticəyə gələ bilmirik. Dəniz və hovuzmu deyə ayırsaq, mən hovuzdan çox dənizi tövsiyə edirəm əslində pasientlərə. Çünki belə deyək, hovuzdan yoluxa biləcəyimiz infeksion xəstəliklər dənizdən yoluxa biləcəyimizdən daha çoxdur. Bizim üçün bəzi qruplara ayrıla bilərik. Birincisi, hovuzda sıxlıq çoxdur. Suyun təmizlənməsi həmişə istədiyimiz kimi olmaya bilər. Və hər zaman biz hovuza gedəndə bütün lazım olan qaydalara diqqət eləmirik. Burada, xüsusilə də uşaqlar, burada nə gözlük istifadəsi, nə qulaqcıq taxılması və yaxud da hovuzun kənarında ayaqyalın gəzir çox adam. Bunlar bizim üçün ciddi irəli zamanda infeksion xəstəliyi yoluxma səbəbləridir. Dəniz kənarında isə biraz fərqli yanaşırıq infeksiyalara. Çünki burada su axını daha çoxdur, sıxlıq hovuzdan daha azdır. Eyni zamanda hovuzda istifadə olunan kimyəvi maddələr, xlor və s. dənizdə istifadə olunmur. Burada isə mədə-bağırsaq infeksiyaları riski biraz çoxalır. Çünki uşaqlarımız xüsusilə su da bilir. Buna diqqət eləmək əldə deyil və burada bəzi mədə-bağırsaq infeksiyaları o zaman qaçınılmaz ola bilər. Vüsalə xanım, qeyd etdiniz, hovuzlarda işlənən xlorlarla bağlı. Elə buradaca bu sualı ünvanlamaq istəyərdim sizə ki, hovuzlarda istifadə olunan xlorlar tam şəkildə mikrobu öldürürmü, yoxsa yenə də orada mikrob qalma ehtimalı var? Yaxşı, yəni biz istəsək də, istəməsək də heç bir hovuzu steril eləyə bilmərik. Ümumiyyətlə, hovuz steril olmamalıdır. Sadəcə xəstəlik törədən bakteriyalar olmamalıdır və yaxud da parazitlər olmamalıdır. Əgər normal şərtlərdə qaydalara uyğun xlorlanırsa və yaxud da digər kimyəvi maddələr istifadə olunursa, bəli, effektiv olur. Amma unutmayaq ki, üstündən bir müddət keçəndən sonra bir çox insan hovuzdan istifadə etməyə başlayır və bu zaman həmin o kimyəvi maddələrin də, xlorun da qorumağa gücü yetməyə bilər. Çimərliklər hansı xəstəliklərə yol aça bilər? Yenə hovuz üzərindən deyəcəm. Birinci riskimiz göz infeksiyalarıdır. Çox görünür gözlük istifadə olunmadığı üçün. Tövsiyəmiz də budur ki, hovuzdan çıxan kimi həmən gözlər yuyulsun. Uşaq şampunu ilə də yuyula bilər. İkincisi qulaq infeksiyalarıdır. Yenə qulaqcıq taxılmır. Hətta hovuza gedəndən sonra çox vaxt valideynlər onu deyir. Niyə uşaqlar üzərindən gedirəm? Böyüklərdən daha çox uşaqlarda bunu görürük. Qulağı bir neçə gün sonra da ağrımaya başlayan uşaqlar var. Yoluxma bu şəkil ola bilir. Su udulur və s. deyə mədə-bağırsaq infeksiyaları çox görülə bilir. Eyni zəhərlənmə kimi, qida toksik infeksiyası kimi gedən mənzərədir qusma, ishal, bədən mayelərinin itirilməsi. Digər məsələ hovuz kənarında ayaqyalın gəzdiyimiz üçün həm zehir qapa bilərik, həm göbələk və digər dəri xəstəliklərinə yoluxma ehtimalımız yaranır. Başqa bir məqam qadınların, xüsusilə də hamilə qadınların
Hovuzdan sonra islaq çimərlik geyimində qalması və yəni hovuz çox istifadəsi olduğu üçün orada xlor və digər maddələr vajinal floranı da pozduğu üçün sistit halları və vajinal infeksiyalara meyillik daha çox çoxalır. Ona görə tövsiyə edirik ki, hovuzdan çıxan kimi yuyunun və mütləq şəkildə çimərlik paltarınızı quru su ilə dəyişdirin. Yəni yaz çimərlik geyimində qalmayın. Və bu şəkil bəzi digər xırda infeksiyalarda saymaq olar, amma ən çox görülənlər bunlardır ki, bunların sıxlığı hovuzda dənizdən daha çoxdur. Siz qeyd elədiniz, Vüsələ xanım, hovuzda daha çox göbələk və zillərin yayılması daha çox olur və bunlardan necə qorunmalıyıq? Mütləq dəniz hovuz kənarında, yəni o ərazidə ayağımızda ayaqqabı ilə, yəni dəniz ayaqqabısı ilə belə deyək, çimərlik ayaqqabısı ilə gəzmək lazımdır. Ayaqyalın gəzməyi tövsiyə eləmirik. Bu nəinki yay mövsümündə açıq hovuzlarda, eyni cür qışda da getdiyimiz, istifadə elədiyimiz qapalı hovuz kənarları üçün də keçərlidir. Ayaqyalın hovuz kənarlarında və yaxud da duş kabinlərində, ümumi istifadə üçün olan duş kabinlərində gəzmək tövsiyə olunmur. Dəniz və hovuzlar sidik cinsiyyət orqanı ilə infeksiyaların keçməsinə səbəb ola bilər. Səbəb ola bilir. Amma belə deyək, cinsi infeksiyaların keçmə səbəbi deyil. Bunu çox görürük. Cinsi infeksiyası olan pasiyent adətən hovuza getmişəm, oradan yoluxmuşam kimi düşünür. Belə deyil. Cinsi infeksiyalara biz cinsi yoldan yoluxuruq, hovuzdan yoluxmuruq. Sadəcə qadınlarda hovuz istifadəsində az öncə dediyim kimi o kimyəvi maddələrin təsirindən sonra vajinal mikrobiom pozulduğu üçün cinsi infeksiyaya yoluxma riski artır. Partnyorundan və s. və yaxud da qeyri-cinsi olan vajinal floranın pozulmasına bağlı olan problemlər üzə çıxa bilər. Eyni zamanda da hovuz və dəniz istifadəsindən sonra sistitlərin sayı çoxalır. Sidik cinsiyyət yollarını ayırsaq, bu ayrıca bir sidik yollarının infeksiyasıdır. Onlar da daha çox çoxalır. Burada da səbəbiyyəti artıran şey az öncə qeyd elədiyim kimi islaq çimərlik geyimində uzun müddət qalmaqdır. Eyni zamanda Vüsələ xanım, dəniz suyunun müalicəvi əhəmiyyətindən də danışırlar. Bu nə dərəcədə doğrudur? Yəni dəniz suyu, ümumiyyətlə dəniz bizə təbiətin verdiyi böyük nemətdir. Hər hansı bir infeksiya yoluxma riskinə görə ondan imtina eləmək doğru deyil. Sadəcə diqqət eləməli olduğumuz məqamlara toxunmalıyıq və bunların üzərində durmalıyıq. Belə deyim, dənizin duzu, dəniz çimərliyin qumu və s. bizim sağlamlığımız üçün faydalıdır. Üzmək özü faydalı bir məşğuliyyətdir. Bunların hamısını düşünəndə və qaydalara da diqqət etsək, gözlüyümüzü taxsaq, qulaqlıq taxsaq, çox sıx insan olduğu yerdə çimməsək, dənizdən çıxdığımız kimi duş qəbul eləsək, islaq geyimlərdə qalmasaq, dənizin kənarında dəniz ayaqqabıları ilə gəzsək, heç bir problemlə qarşılaşmayacağıq. Vüsələ xanım, bir də bilmirəm nə dərəcədə elmi əsasını tapmış bir mövzudur bu. Deyirlər ki, dəniz suyu burun ətinin yanması üçün faydalıdır. Əslində lor həkimlərinin buna cavab verməsi daha doğru olar, amma mən belə bir çalışma nəticəsi, belə bir araşdırma nəticəsi eşitməmişəm. Düşünmürəm ki, burun əti üçün dəniz suyu faydalı olsun. Dəniz suyu, yəni duzlu su, ümumiyyətlə bizim tənəffüs yolları üçün, kiprikli epitelimizin hərəkəti üçün faydalı ola bilər. Amma burun ətini kiçiltməz məncə. Düşünmürəm ki, belə bir şey olsun. Sadəcə biz xatırlayırsınızsa bir yuxarı tənəffüs yolu infeksiyasına yoluxduğumuzda dəniz sulu məhlullardan istifadə edirik. Bunlar təbii ki, tibbi yolla əldə olunan təmiz məhsullardır. Onlarla dənizin içində gördüyümüz məhlulu qarışdırmaq olmaz, çünki o dərəcədə təmiz deyil. Tibbi yolda əldə olunan məhlulu biz burnumuza çox rahat istifadə edirik, kiprikli epitelimizin işini artırırıq. Dənizdə də eyni cür effekti görə bilərik, amma o suyu ayrıca bir qaba töküb burnumuza istifadə etməsək, sadəcə dənizdə çimdiyimiz zaman bizim tənəffüs yollarının kiprikli epitelinin o duzlu su faydalıdır. Hovuzlardan istifadə edərkən gigiyenik qaydalara necə riayət edərik? Həkim olaraq nəyi tövsiyə edirsiniz? Əslində ən çox da uşaqlar və hamilələr diqqət eləməli şeylər mütləq gözlük, qulaq tıxaclarının istifadə olunması, dənizdən və yaxud da hovuzdan fərqi yoxdur. Çıxdığımız kimi bir duş almalıyıq, çimərlik geyimlərimizi islaq qoymamalıyıq. Hovuz kənarında gəzərkən də o ərazidə ayağımızda hovuza uyğun bir şey, ayaqqabı olmalıdır mütləq. Doktor, dənizdən və ya hovuzdan ölümə aparacaq qədər infeksiyalar qapa bilərmi insan? Mümkündürmü belə infeksiyalar? Yəni elə bir infeksiya düşünə bilmirəm ki, bizi ölümə qədər aparsın. Amma burada fərdi yanaşaq.
tibbdə 2 vur 2 4 deyil. Heç kimin orqanizmi, immun sistemi digəri ilə eyni deyil. Bəzi ağır xəstəliklərdə müalicə alan insanlar var və yaxud da hamilələr var, körpə uşaqlar var. Bunlar eyni zamanda dəniz kənarında günəş vurması ilə də qarşılaşa bilərlər. O və yanaşı infeksiya olarsa, xəstəlik ağırlaşa bilər. Belə deyək, mədə-bağırsaq infeksiyasına yoluxub, bədəninin maisini, elektrolitinin çoxunu itirərsə, ciddi susuzlaşmaya görə ölümcül mənzərə ilə qarşılaşa bilərlər. Bu, həmin insanın immun sistemindən, yaşından, xroniki xəstəliklərindən, həmin anki vəziyyətindən asılıdır. Amma necə qida zəhərlənməsinə özəlliklə deyirik, botulizmə yoluxsaz, bu çox ölümcül bir xəstəlikdir. Hovuzda və yaxud da dənizdə özəlliklə belə bir şey qeyd edə bilmirik. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Ətraflı məlumatınız üçün doktor. Xoş oldu.